Şagirdlər, bildiyiniz kimi bugün ATK birinci sınaq imtahanı olub. Hal-hazırda həmin sınaq imtahanının 11-ci siniflər üçün olan B variantını izah edirəm. Suallar eynidir, zaten yerləri fərqlidir. Birinci sualda bizdən 56-cı sualda daha doğrusu compound nouns, mürəkkəb isimləri istəyir. German sözü, sadə sözdür ümumiyyətlə. Ship, building. Bir sadə, bir düzəltmə söz birləşib mürəkkəbi yaradıb. Statesman 3, 4 və 5 isə düzəltmədir. Ment və xuda görə doğru cavab 2, 3, Y variantı. 57-ci sualda article, bunu belə tapmalıydınız, tapa bilərdiniz. Həm park sözü, həm də bird, quş sözü sayılan tək isimdir və sayılan tək isimə mütləq article lazımdır. D variantı. While I was walking in the park, mən parkda gəzərkən, hansısa məlum bir parkda, I saw a rare bird, nadir bir quş gördüm. Doğru cavab D. 58 yenə compound mürəkkəb isim istəyir bizdən. 56-da olduğu kimi A variantında relationship və accident pozur sıranı. B-də bottomdan construction, C-də ambassador championship pozur, Y-də isə achievement pozur. D variantı mother-in-law, battleship and passes by. D. 59-cu sual make up a sentence testidir. Doğru cavab başlayaq A variantından. The film Titanic, which made Leonardo DiCaprio famous, was filmed in 1997. Çox maraqlı, bir nisbətən çətin make-up sentence olub. Cümlə belədir. Titanic filmi, sonra 6. Hansı ki Leonardo da Vinci'ni məşhur eləyib, 1997-də çəkilib A. 60-cı sual. Since sözü ilə biz ya has, ya have present perfect işlətməliyik. Burada təbii ki Müşketiyor sözü bizi allatmamalıdır. Bu filmin adı, romanın adıdır. The Novel'dan söhbət gedir. Romana görə həz götürürük. 61-ci sual, definition, identity, kimlik, a person's name, other facts about who they are. Məsələn, identity card, kimliyi təsdiq edən, şəxsiyyəti təsdiq edən kart, məsələn, ID kart deyirlər. Adulthood, yetkinlik çağı, the state or period of being fully grown və correspondence da B. Doğru cavab oldu. Deməli 1 C, 2 A, 3 B A variantı. 62-ci sual, Yeliyal, the Queen's arrival, Queen'in gəlişi doğru. Diana has cooked'dur. Kate has gone və 4. Tomorrow's lecture, sabahın leksiyası A. 63-cü sual, yaxın mənalı sözlər soruşur bizdən. Still, sakit, quiet, sakit, B variantı. Gloomy, qəmgin, joyful, sevincli, ədalətli, məğrur, utancaq, kobud, qətiyyətli, qorxaq, əlaqə yoxdur, B. 64-cü sual, she can't see well, o yaxşı görmür, ona gözlük lazımdır və yaxud eynək lazımdır. Gözlük sözdə İngilis dilində glassesdir, D variantı. Y-də də glasses olmaz. A pair of glasses olsa götürə bilərdik. 65-ci sual, painting sözü cəmdədir, ya FU-dir, ya FU. Muzeydə nə qədərsə şəkil var mənim görmədiyim. Can we stay a little longer? Biraz da qala bilərik. Əgər biraz da qala biləriksə B variantı. Deməli, bir neçə şəkil qalıb ki, hələ mən görməmişəm. FU, FU-dan böyükdür. 66. Yenə həm saksafon, həm də instrument sözü sayılan tək isimdir və sayılan tək isimə də article lazımdır deyə doğru cavab olur Y variantı. A saxophone is a difficult instrument to play. 67-ci sual, rahat bir sual, cəm isimləri soruşur. 2, 4, 5, Bakı, B variantı. 68, mübtədə xəbər uzlaşmasıdır. A large number of-la cəm isim olur və xəbərdə cəmdə olur. 1, athletics təkdədir deyə consistent sonunda S olmalıydı, təkdə olmalıydı.
One of the world's largest exporters of fresh flowers. Burada cümlənin bu qədər uzun olmağına, mübtədən bu qədər uzun olması sizi allada bilər. Amma one of dediyinə görə xəbər is olmalıdır. Doğru cavab 1, 3 A variantı. 4-də də population'dan is olmalıydı. 69-cu sual. A pieces olmaz. B düz, a pair of trousers. C'də a number of'dan cəm olar, officers olmalıydı. Several'dan cəm olar. Information sayılmır, an olmaz. 70. At my new job, işimdə nə qədərsə qazanmıram, amma conditions are better. Şərait daha yaxşıdır. Çox qazanmıram, much. Zaten burada bizə zərf lazımdır. Few, many, a few zərf ola bilməz, a lot of zərf ola bilməz, a lot olardı. I don't earn much. Çox qazanmıram, B variantı. 71-ci sualda a carton of milk düz, 2-də several'dan cəm olar, glass təkdədir. 3-də two pieces düz, 1, 3 C, 4-də də a lot of bags olmalıydı.